18 iyunda Atatürk Mərkəzində Borçalı Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə ədəbi tənqidçi, esseyist, şair, Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Mərasimdə Borçalı Cəmiyyətinin rəhbər heyəti və üzvləri, tanınmış ziyalılar, ədəbiyyat və media nümayəndələri iştirak edirdi. Tədbiri Borçalı Cəmiyyətinin sədri Ramiz Həsənov açıq elan etdikdən sonra Azərbaycan vətən uğrunda şəhid olanların xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Daha sonra Ramiz Həsənov tədbir aparmaq üçün sözü Borçalı Cəmiyyət İdarə Heyətinin üzvü şair Vəli Qaraçaylıya verdi. Hamımızın sevgisi, xalqın sevgisi, xalqın millətinin arasında olan və ədəbiyyatımızı bildirməyə qoymayan, onu öz yolundan çıxmağa qoymayan, onu həmişə düzgün istiqamətləndirən və şairlərimizə, yazıçılarımıza həm dəstək, həm də onlara bir yol göstərən bizim böyük ziyalımız, böyük qardaşımız, bizim dəyərli, hamımızın sevdiyi bir insandır ki, Əsəd Cahangir. Filologiya elmləri doktoru, ədəbiyyat nəzəriyyəçisi Salidə Şərifova yubilyarın elmi ədəbi fəaliyyətinin əhəmiyyətindən danışdı. Fikrini açıqlamaq istəyərdim ki, məsələn, Əsəd müəllimi hamımızı düşündürən yaxşı pis anlayışına, münasibət və həmən esinə münasibət bildirərkən göstərir ki, hər köhnə pis, hər yeni də yaxşı deyil. Yəni, bunlar zamanın axarında özünün həqiqi meyarını tapır, zamanla əsas həll edici rol oynamır. Yəni, zamanla keçici bir xüsusiyyətə malikdir. Jurnalist Elşad Həsənov da çıxış edərək Əsəd Cahangirin publisistik fəaliyyətini yüksək qiymətləndirdi və yubilyarı təbrik etdi. Bizim hamımızın sevimimiz Əsəd Cahangirin 60-lık yubileyi. Bu yubiley dolayısıyla mən Əsəd bəy təbrik edirəm, bunun özünə güzel sağlar diliyorum. Bizim hörmətli Sədən onun yaradıcı haqqında ətraflı danışdı. Tərcüməçi Mir Məmmədli 60 yaşın tənqidçinin yaradıcılığında yeni mərhələ açdığını qeyd edərək bu dövrün daha məhsuldar olduğunu bildirdi. Daha çox tənqidi baxmağa, ədəbiyyata daha çox tənqidi baxmağa meyillənir. İnsanlar bu baxımdan 60 ilə tənqidçi üçün həddindən artıq gözəl və məsuliyyətlə dolu bir dövrdür. Vətəndaş Cəmiyyəti naminə maarifləndirilmiş İctimai Birliyinin sədri Füzuli Kərimov, yazıcı və şairlər Sadiq Qarayev, Qəni Camalzadə, Nicat Ərtürk, Gülamayıl Murad, Rəfail Həbiboğlu, Lətifə Oruc, Cəvahir Qaraqızı, Şərafəddin İlkin və başqaları çıxış edərək yubilyarın çoxşaxəli yaradıcılığı, publisistika və tərcümə sahəsindəki xidmətləri barədə fikirlərini bölüşdülər. Tədbirdə Borçalı Cəmiyyəti tərəfindən yubilyar Əsəd Cahangirə xalça portret və Oğuz türklərinin milli rəmzlərindən sayılan papaq hədiyyə olundu. Əsəd Cahangirə biz həmən papağı da təqdim edək, çünki papaq önəmlidir, gözəl papaq kişi simvoludur, papaq bizim üçün həmişə qeyrət simvoludur. Bədii hissədə Borçalı Cəmiyyətinin üzvü Aşıq Ramin Qarayev sazın müşayiəti ilə Əsəd Cahangirin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana həsr etdiyi Xoş gəldin şeirini səsləndirdi. Nə gözəldir səndəş bu, qədəm xoş gəldin, xoş gəldin, qədəm xoş gəldin, xoş gəldin, qədəm xoş gəldin, xoş gəldin, qədəm xoş gəldin, xoş gəldin. Sonda Əsəd Cahangir tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirərək yubiley münasibəti ilə özünə həsr etdiyi şeirini səsləndirdi. Borçalı Cəmiyyəti İctimai Birliyinin sədri Ramiz müəllim başda olmaqla cəmiyyətin bütün üzvlərinə ürəkdən gələn səmimi minnətdarlıq. Gözəl sözlərinizə, mənə həsr elədiyiniz şeirlərinizə görə sizə ürəkdən gələn minnətdarlıq. Oğlan nə ana südündən, nə ata qanından gəlir. Çiyinlərə qonan quşlar Allahın yanından gəlir. Tədbir yubilyarla xatirə fotolarının çəkilməsi ilə sona yetdi.